Bakı jurnalının rus dili versiyası artıq öz oxucularını tapıb. 4 ildir ki, çap olunan jurnalın İngilis dili versiyasının ilk nömrəsi də çapdan çıxdı. İngilis dilli jurnal rus dilli versiyanın təkrarı, yəni tərcüməsi deyil. Dünyanın məşhur dizayner, rəssam və fotoqrafları ilə əməkdaşlıq edən jurnalın dünyanın bir çox şəhərlərində, New York, Berlin, Roma və Parisdə də təqdimat mərasimləri keçiriləcək. Bu isə o deməkdir ki, indi jurnal təkcə Bakı və Moskvada deyil, həmçinin adı çəkilən şəhərlərdə də oxunacaq. İndiki təqdimat mərasimi isə Rusiyanın paytaxtı Moskva şəhərindədir. Bakı jurnalının redaktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxışında mərasim iştirakçılarına təşəkkürünü bildirdi. Leyla Əliyeva Bakı jurnalının rus dili versiyasının artıq 4 ildir ki, çap olunduğunu söylədi. Onun sözlərinə görə, həmin vaxtdan jurnalın beynəlmiləl versiyasını buraxmaq niyyətində olub. И вот 4 октября, благодаря сотрудничеству с издательским домом Конде Наст, журнал «Баку» вышел на английском языке. И теперь наши читатели смогут найти его не только в Баку и Москве, но и в Лондоне, Париже, Риме, Берлине, Нью-Йорке и других городах мира. Первый номер журнала мы посвятили огню. И это неспроста, потому что Азербайджан является одной из колыбелей зороастризма. И даже само название страны Азербайджан происходит от слова «азер», что означает «огонь». Sonra Bakı jurnalının İngilis dilli versiyasının çap olunduğu Londonda yerləşən Konde Nast Nəşriyyat evinin baş direktoru Albert Reed çıxış etdi. O, bugünkü tədbirdə çıxış etməkdən qürur hissi duyduğunu söylədi. Konde Nast dünyanın ən yaxşı redaktorları, fotoqrafları və jurnalistləri ilə işləyir. Bizim nəşr etdiyimiz hər bir jurnal ən yaxşı mədəniyyəti əks etdirir. Biz çox şadıq ki, bu istiqamətdə Leyla Əliyevanın baş redaktorluğu ilə Bakı jurnalı da fəaliyyət göstərir. Jurnalın səhifələrində biz Azərbaycan barədə dünya oxucularını cəlb edəcək informasiyaları yayırıq. Bu jurnalı dünya ictimaiyyəti ilə bölüşmək istəyirik ki, Azərbaycan haqqında onlara daha çox məlumata malik olsunlar. Konde Nast Nəşriyyat evi Bakı jurnalını dərc etməklə fəxr edir. Природа служит человеку, как карабахский дикий конь. Тих воздух рядом с древним храмом, он полон запахов цветов. Плоды истории содержат цветение будущих садов. Ветра с огнем слагают песни, вперед манит ковер пути, и с каждым шагом все чудесней волшебную тропой идти. Mərasimə Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin, Azərbaycan Rusiyadakı səfiri Polad Bülbüloğlu, Sankt-Peterburqdakı baş konsul Qüdsi Osmanov, Yekaterinburqdakı baş konsul Sultan Qasımov, Azərbaycanlı iş adamları Araz və Emin Ağalarovlar, Səməd Qurbanov, Rusiya və Azərbaycan ictimaiyyəti və mədəniyyətinin məşhur şəxsləri, tanınmış simalar qatıldılar. Mərasim Moskvanın Art Muzeyi Multimedia sərgi salonunda keçirildi. İndi isə Rusiya və Azərbaycanın tanınmış şəxslərinin Bakı jurnalı haqqında olan fikirləri ilə tanış ola bilərsiniz. Bu rus dilli jurnal çox böyük uğur qazanıb və mən bilirəm ki, Moskvada akreditə olunmuş diplomatlar, səfirliklər çox maraqla onu izləyirlər. Hətta bir də görsən zəng eləyirlər, bizə xahiş edirlər ki, yeni çıxan nömrəni biz onlara göndərək. Bilirəm ki, jurnal çox uğurla, müvəffəqiyyətlə oxunur və Azərbaycanın təbliği üçün çox işlər görür. İndi bu İngilis dilində jurnalın çıxması məncə böyük bir hadisədir. Ancaq artıq Rusiyada və rus dilli demək olar ki, bax o xalqları yox, daha çox deməli Avropanı, bütün dünyanı Azərbaycana cəlb eləmək, bütün dünyanın diqqətini bizim mədəniyyətimizə, tariximizə, ümumiyyətlə bugünkü Bakıya, bugünkü Azərbaycana cəlb etmək, bu bizim üçün çox vacibdir, önəmlidir və mən Leyla xanımı ürəkdən təbrik eləyirəm. Bütün Avropada, bütün dünyada, kim harada ingilis dili bilirlər, Afrika ölkələrindən başlamış, Amerika ölkələri ilə qutarmış, hər yerdə bu jurnalı təqdim eləmək olar. Və mən inanıram ki, bu ingilis dilli versiyanın taleyi çox uğurlu olacaq. Много гостей, большой интерес, поэтому я поздравляю с таким успешным
началом этого мероприятия. Журнал, в принципе, настолько интересен, его все ждут, и поэтому он востребован. И я думаю, он будет популярен и на других языках тоже. Выход британской версии журнала, точнее версии на английском языке, потому что я, как понимаю, этот журнал на английском языке будет распространяться не только в Великобритании, но и в других англоязычных странах, мне кажется, очень знаменательным. Это показывает, во-первых, интерес к Азербайджану через этот журнал во многих странах мира. В целом, это тоже еще знаменательно потому, что, может быть, я бы, как ни странно, увязал бы два события. Это избрание Азербайджана в состав непостоянного члена Совета Безопасности ООН, где тем самым мировое сообщество выразило уважение, доверие и признание Азербайджана как сильного, самостоятельного, независимого государства, и тот интерес в мире, который проявляется к моей родине, к стране Азербайджану. В этом плане, мне кажется, выход журнала «Баку» на английском языке очень важное событие, очень нужное событие, и у него большое будущее, и я уверен, что оно будет успешным. Azərbaycan xalqının zəngin və dərin mədəniyyətini, tarixini Rusiya Federasiyasında propaganda edən, göstərən ilk jurnal Bakı jurnalıdır. Və Bakı jurnalı neçə illər ərzində Rus dilində çap olaraq çox böyük propaganda işi görüb. Və bugün İngilis dilində çap olunan, İngilis dilində mövcud olan Bakı jurnalı isə bütün dünyada öz rolunu bizim xalqımızın mədəniyyətinin və tarixinin, adət-ənənəmizin propaganda üçün çox böyük rol olacaqdır. Rusiyanın bütün regionlarında həm hakimiyyət təmsil edən insanlar oxuyur, həm ictimai xadimlər oxuyur, həm gənclər oxuyur, bütün insanlar onu oxuyur. Və Bakı jurnalında yalnız Azərbaycan tarixinin, xalqın tarixi, mədəniyyəti yox, o cümlədən Rusiya ilə Azərbaycan arasında olan münasibətləri təmsil edir. Və bütün dünyada olan mədəniyyəti, dünya xalqlarının mədəniyyəti ilə Azərbaycan xalqının mədəniyyətinin dostluğunu göstərir, təmsil edir. У меня очень давние связи. Вот с этим человеком сейчас экспонат вам покажу. Вот. Практически я это нашел в Природоведческом музее в Баку. Вот раскопал, привез в Москву. Посадил на цепь и дрессирует. Да. Действительно, меня связывают очень давние связи. У меня много друзей. Отчасти это связано с КВНом. Отчасти, как бы это нескромно не звучало, это связано с давней дружбой с господином президентом. Про журнал я буду говорить чуть позже, когда я с ним детально познакомлюсь. Но я почти уверен, что это будет изысканный и очень интересный журнал, потому что всегда все, что связано с инициативами супруги президента, я в некоторых участвовал, в частности в открытии театра в Баку. Это всегда на высшем уровне и с большим вкусом. İlk növbədə mən bugün Rusiyanın paytaxtı Moskva şəhərində keçilən bu böyük tədbiri qeyd eləmək istəyirəm. Həqiqətən də bu Rusiya-Azərbaycan dostluğu üçün daha bir addımdır. Bizim münasibətlərimizin daha da istilənməsi üçün, inkişafı üçün. Mənə elə gəlir ki, Bakı jurnalının böyük xidmətləri var. Biz hamımız Rusiyada yaşayanlar, işləyənlər bu Bakı jurnalını diqqətlə izləyirik, onun bütün yazılarını izləyirik. Və bu jurnalla biz çalışırıq ki, Rusiya ərazisində yaşayan rəsmilər də, adi insanlar da, Rusiya vətəndaşları da, Azərbaycan vətəndaşları da, xüsusilə Azərbaycan gəncləri də bu jurnalı izləsinlər, oxusunlar, tanış olsunlar. Mən bu jurnala böyük müvəffəqiyyətlər arzulayıram. Uğurlu olsun yolları. И Лейла Алиева с ее командой начинали журнал с самого начала, с нуля. Это очень трудно. И сделать его интересным, вот то, что было читать. Не просто картинки, не просто рекламки, а чтобы это было реально интересно, чтобы это было реально вкусно читать. И вот я поздравляю их с тем, что выход номера в Лондоне — это не просто перевод. Это, мне кажется, важное событие, потому что Лондон становится такой неформальной европейской культурной столицей, и выход, например, диска Агаларова Эмина там, или его же, значит, концерт. И вот такие события, их нельзя придумать, их нельзя организовать, их нельзя отпиарить и пригласить, потому что Лондон видел все от Beatles до Rolling Stones.
Поздравить, наверное, надо в первую очередь мою супругу Лейлу Алиеву. Поздравить надо наш Азербайджан в целом, потому что это приобретение, журнал «Баку» на английском языке. Это интернациональное издание, которое все ждали, которое востребовано, которое будет просвещать нашу страну, нашу культуру, наши обычаи, наших выдающихся людей по всему миру. Поэтому могу сказать, поздравляю всех, Лейлу, себя, всех земляков, азербайджанцев. На сегодняшний день на международной арене журнал «Баку», наверное, более охватит, круг читателей, на европейском уровне. Я думаю, что это правильно, потому что на сегодняшний день те события, которые происходят в Азербайджане вообще, как продвигается страна, и те последние вообще экономическое развитие Азербайджана позволит, наверное, многим в Европе, будучи доступно, наверное, через журнал познать это все. Журнал вообще освещает очень многие позиции, традиции Азербайджана, кухня азербайджанская, история Азербайджана. Я думаю, что чем больше языков будет знать этот журнал, то есть если в дальнейшем будет какое-то предположение открытия на французском языке или иных языках, только принесет только славу, наверное, и азербайджанскому народу, и самому журналу. Прежде всего, я бы хотел поздравить главного редактора, госпожу Лейлу Ханым, потому что за ее, наверное, много труда она вкладывает в это, душу, сердце, наверное, как патриотка, как азербайджанка она. Я бы хотел, пользуясь случаем, поздравить ее именно с открытием, наверное, продолжением доброй традиции движения журнала в Европу, можно так сказать. Ну, мне очень приятно. Я, как сотрудник журнала «Баку», русскоязычной редакции, я очень хочу поздравить, во-первых, прежде всего Лейлу Ханым Алиеву, потому что это большое достижение, это прорыв практически, да, другого слова трудно подобрать, потому что это выход Азербайджана, выход Баку на международный рынок СМИ. Я считаю, что это тоже такое открытие, это настоящий путеводитель в мир. У нас все-таки очень замечательная страна. И мне очень приятно, что сейчас люди, которые будут открывать этот журнал, они будут об этом узнавать, об ее истории, о культуре. На самом деле Восток – это сказочный мир. И мне очень приятно, что люди, которые будут читать журнал на Западе, они поймут, что это восточная сказка, но с западным шармом. То есть есть очарование Востока и Запада. И я думаю, что это очень правильная идея. Когда появился журнал «Советский Союз», где на английском языке, да, вот, это было событие номер один. Вот за все это время, да, я не знаю, как в других республиках, я просто очень рада, что мы выходим на мировую арену, так сказать, с хорошим качеством печати и с очень симпатичными посланиями в каждом номере, которые пишет Лейла Ханым. Они мне очень нравятся, правда, они очень какие-то очень нежные, очень поэтичные и очень много там души вот в этих маленьких приветственных текстах. Ben çok şadam və sevinirəm ki, bizim gözəl Azərbaycan jurnalı bütün dünya tanıyacaq bu jurnalı. Ona görə ki, bu jurnal indi İngilis dilində çıxacaq və bu böyük qələbədir. Jurnalın məqsədi ingilis dilli oxucunu yalnız Xəzər sahilindəki Udlar yurdunun qədim mədəniyyəti, zəngin tarixi, gözəllik və müdrik adətləri ilə tanış etmək deyil, həm də Azərbaycanlıların müasir həyatı haqqında məlumatlandırmaqdan ibarətdir. Bakı jurnalı dünyaya Azərbaycanı və onun paytaxtını yenidən kəşf etməkdə, onun xalqının ən gizli və yaxşı cəhətlərini üzə çıxarmaqda kömək edəcək. İqbal Rüstəmov, Sərxan Sadiqi, İntiraz Moskva.